Aha, 10-cu sinifdə keçdiyimiz hissəyə toxunuram. Deməli, Süleyman, birinci yazdığım nədir? Benzolun, bax, C6H6 benzoldur. Benzolun nitrat turşusuna, reaksiyasına dedik ki, nitrobenzol da su alınırdı. Amma toluolla reaksiya girəndə bundan 3 mol götürürdük. Çünki niyə? Bayaq necə ki, fenolda izah elədik, bax, eyni formada olur. Yuxarısındakı o toluol hissəsi qalır. 2, 4, 6 hissəyə nihayət birləşirdi NO2-lər. Aydın bura NO2 birləşirdi və 3 dənə su çıxırdı. Həmin alınan bu ortadakı maddə var ya, Gülay, sən dediyin, bax bu hissə. Bu hissəyə həm deyirdik ki, biz 2, 4, 6 tri nitrotolol və yaxud da 1 metil 2, 4, 6 tri nitro nə? Benzol. Bu 10-cu sinifdə keçdiklərimiz idi uşaqlar. Bir də indi öyrəndiyimiz isə fenolun nitrat turşusuna reaksiyası. Fərqli xüsusiyyəti deyirəm, yadınızda saxlayın, unutmayın. Benzol və onun törəmələrində, yəni benzol, tolol, orada mütləq qatı sulfat turşusunun iştirakına gedir proses və yeri gəlmişkən Elmir, yadda saxla, bu 2, 4, 6 trinitrotolol da güclü partlayıcı maddədir. İndi öyrəndiyiniz 2, 4, 6 trinitrofenol da çox güclü partlayıcı maddədir. Tək fərqli xüsusiyyətləri tololda CH3-dür, burada OH-dır. Tolol, yəni benzol törəməsi olduğuna görə qatı sulfat turşusunun iştirakında gedir. Amma fenol adi şəraitdə reaksiyaya girir. Yadınızdan çıxmaz. İstəyən təzin götürə bilər, gözləyə bilərəm. Dayandıra bilərsən, Gülay.